o vaxtı futbol yarışmalarına gedəndə özümü biraz naza qoyurdum ki, getmirəm, vaxtım yoxdur filan məsələn. Bir yaxın dost var idi, qardaş var idi. Deyirdi ki, ala gedirsən get, gedmirsən getmə. Naz eləmək, nə? İndi insan da yaşad olur, elə bir həddə çatır ki, qardaş, mən balıqçıyam. Həftədə bir də, 2-də, 3-də balıq tuturam. Qışda həftədə bir dəfə xaş pişirirəm. Yoldaşlıq eləyirsən, dostluq eləyirsən, eləyək. Bunun qadına, kişiyə fərqiyə yoxdur, hamısına. Hamısı, yəni, səp babacanı, sabah xaş pişirəcəm, sənə qurban olum, səp baca gəl ginən. Filan, elə bir şey yoxdur. Və yaxud da ki, səp baca mən sabahları Astarıya gedəcəm, Masallıya gedəcəm, sənə qurban olaram. Gəl gedək mənə, başıva dönərəm filan məsələn. Yoxdur, qardaş, mən buyam. Budur vəziyyətim, halətim, yaşayış tərzim. Pablaşka nikamu, hətta gözümün ağı qarası olsun kiməsə ki, sən Allah, qurban olaram mən canım. Allah, mən buyam, belədir vəziyyət. Yoldaşlıq eləyirsən, dostluq eləyirsən, eləyək. Yoxsa ki, sənə qurban olaram, sənin başıma dönərəm. Qadının üstünə içsumub deyəsən o, qovalayım bir deyə.